Xanım Zəhranın nümunə götürülməli sifətlərindən biri də təəssüb şəkənlik idi, təəssübü sındırmaq idi. Cahiliyyət dövrünün təəssübü elə insanların qəlbində dururdu. Onlar həmən düşüncədə insanlar idilər ki, əsla qızı evlad saymazdılar. Evlad oğlu sayardılar. Bu onların beynində indi də, bu ərəblərin beynində indi də var. Bəzi insanların, hətta bizim mentalitetdə də indi bu qalmaqdadır. Oğlu olanda biraz başını aşağı salarlar, yuxarı tutarlar, qız olanda biraz utanarlar. Belə düşüncələr elə qalmaqdadır. O dövrdə lap dəhşət idi. Xanım Zəhranın gəlişi ilə Peyğəmbər bütün o sindromları sındıra bildi. Və xanım Zəhra layiqli bir evlad kimi dünyada nümunəyə çevrildi. O təəssübü sındıra bildi. Təəssüb elə bir şeydir ki, İslamdan kənarda da bu belə bir deyim var. Descartes böyük Avropa alimlərindən biri deyir ki, həqiqəti tapmaq istəyirsinizsə, təəssübünüzü kənara qoyun. Çünki təəssüb oldu, sən həqiqəti başa düşə bilməyəcəksən. Oxuyacaqsan, istədiyin kimi başa düşəcəksən. Təəssüb belə bir şeydir. Bu günləri, məsələn, biz İslam camiyyəsində baxırız, Vəhabilərin xüsusiyyətlərinə baxın. Allah lənət eləsin onlara və onları istiqamətləndilərin hamısına. Baxırız, həqiqəti oxuyurlar, amma başqa cür başa düşürlər. Və yaxud digər məktəblərdə var, bir, deyək ki, sosial şəbəkələrdə bir əhl-i sünnə alimlərinin muizəsinə qulaq asırdım. Bir zülmü, səhabəyə olan bir zülmü görün necə, təəssüb ona necə başqa cür izahlandırır. Deyir ki, Peyğəmbər Əfəndimiz Hazreti Əbazəri Rəbəzəyə sürgün etdi. Nədən etdi bunu biliyorsunuzmu? Nədən? Çünki Resul-i Əkrəm demişdi, ey Əbazər, səni mənim xəlifələrimdən biri sürgün eləyər Rəbəzəyə. Peyğəmbərin sözü yalan olmasın deyə o Həzrət Əbazəri sürgün elədi. Görürsünüz, təəssüb ki, qəlbdə var, deyə bilmir, Əbazər haqqı dediyi üçün, xilafətdəki o anarxiyanı insanlara çatdırdığı üçün, Beytülmalın qəsb olunduğu üçün, vilayətin qəsb olunduğu üçün etiraz eləyirdi, haqqı deyirdi. Bunları deməyə dili gəlmir, təəssüb qoymur bunları desin. Deyir ki, bəs Peyğəmbər demişdi, Əbazər ora sürgün eləyəcəklər, bu da ona görə sürgün elədi. Bu təəssüb belə bədbəxt eləyir insanları, belə zəlil eləyir insanları. Peyğəmbər dünyasını dəyişən anda da, elə səhabələrin çoxunda o cahiliyyət təəssübü yerindəydi, aradan getməmişdi. Bugünün özündə də hələ yerindədir, aradan getməyib. Tələbə olanda biz ərəblərlə söhbət edirdik, danışırdıq. Bu, ən azı bildiyimiz yerində tələbə baxdı, Dəstəmaz ayəsi idi da. Özlərinə oxutdururduq, ayəni tərcümə edirdilər. Sonra dedilər, yox, bunu biz qəbul eləsə, onda bizim ata-babalarımızın elədikləri hamısı zayi olar ki. Yəni, məntiqdən qaçış. Həzrəti Zəhra gəldi, o təəssübü sındırdı. Bütün o qadına baxış təəssübünü sındırdı. Bütün qəbilə təəssübünü, nəsil təəssübünü, bütün təəssübləri sındırdı, durdu, həqiqəti dedi. Dedi, həqiqət budur. Ona görə də Həzrəti Zəhradan nümunə götürən insanların məktəbində məntiq var. İmamiyyə məktəbi məntiqin əsasındadır. İdeologiyamız, əqidəmiz, etiqadımız məntiqin əsasındadır. Bu sünnə nədir? Həzrəti Zəhranın sünnəsidir. Ona görə də Həzrəti Zəhra ona müraciət olunanda həmişə təəssübdən kənar bir hidayət yolunu insanlara göstərirdi. Onun üçün meyar Allahın buyurduqları idi. Onun üçün həqiqət yolunun göstəriciləri Peyğəmbərin sünnəsi idi, başqalarının sünnəsi yox. Və sonda buna deyir ki, bir qadın deyir, Həzrəti Zəhranın yanına gəlir, deyir ki, mənim həyat yoldaşım şiyyədir, amma çox narahatdır. Deyir, görəsən mənim bu əməllərim şiyyə əməlləri ilə uyğundur yoxsa yox? Bu şiyyəliyin meyarı nədir?
Xanım Zəhra onun cavabında buyurur ki, şiyyəliyin meyarı odur ki, bizim dediklərimizi, əmirlərimizi icra eləyər, bizim qadağalarımızdan çəkinər. Şiyyəliyin meyarı bu. Bu xanım qayıdır, bunu həyat yoldaşına deyir, bu biraz da narahat olur ki, görəsən biz onları deyən eləyirik ya eləmirik. Bir də o xanımı göndərir xanım Zəhranın yanına. Xanım Zəhra sonunda ona deyir ki, biz şiyyələrimizi öz gözəl əməlləri ilə seçirik, ətrafımıza toplayırıq, behişdə getmələrinə də zəmanət veririk. Yəni, budur ki, mənim şiyyəm, Əlinin şiyyəsi, Peyğəmbərin şiyyəsi, yəni o kəslərdilər ki, hər bir halda Peyğəmbərin əmrinə tabi olurlar, nəhyilərinə, qadağalarından uzaq dururlar. Bunlardır o kəslər ki, Əhl-i Beytə məhəbbəti var. Bunlardır o kəslər ki, Əhl-i Beyt vasitəsilə hidayət olunacaqlar. Bunlardır o şəxslər ki, qiyamət günündə onların şəfayətçisi Fatimə-i Zəhra salamullahi əleyhə olacaq.